valideynlərə yaxşılıq eləmək. Və hər bir övladın üzərinə Allah Taala bunu hökm olaraq qoyur, bir vəzifə olaraq qoyur. Demir valideynə infaq eləsin. İnfaq yəni onun maddi xərclərini ödəsin, xidmətində dayansın, maddi olaraq yox. Və bil valideyni ihsana. Valideyninə yaxşılıq eləsin. Ehsan sözünün içərisində, yaxşılıq sözünün içərisində bu var ki, yəni bizim başa düşdüyümüz təkcə süfrədən, qidadan, yeməkdən, sudan ibarət deyil. Yaxşılıq, ehsan sözünün içərisində hər bir şey var və həmçinin də mənəvi şeylər. O mənəvi şeylər nədir? Qarşı tərəfin tələbatı nədir? Məsələn, diqqət istəyir. Mənim ona diqqət ayırmağım ona elədiyim ehsandır. Qayğı istəyir. Mənim ona göstərdiyim qayğı bu özü bir dənə ehsandır. Mənim ona göstərdiyim məhəbbət bir dənə ehsandır. Deməli, ehsanın içərisində məhəbbət də var, qayğı da var, diqqət də var və bir çox şeylər var.